Salam, bugün situasiya suallarından bir neçəsini işləyəcəyik. Bugün birinci situasiya ilə başlayırıq. Deyir, aşağıdakı şəkildən, yəni şəkil olaraq bunu nəzərdə tutur. Sxem. 170 qram amonyak, molla ifadə edək, çünki molla işləyəcək. 10 mol amonyak deməkdir. Katalitik oksidləşməsi baş verir. Birinci prosesi yazırıq. Amonyak katalitik olaraq oksidləşir, NO və su əmələ gəlir. Deməli, əmsallaşdırsaq 4, 5, 4, 6 şəklində. Bu həm də 28-ci sualın cavabıdır. Reaksiyanı yazdıq, əmsallaşdırdıq. Bu birinci prosesimiz. X qazımız da olur, NO. Getdik ikinci prosesə. İkinci prosesdə həmin X qazının oksigenlə reaksiyasıdır. NO plus oksigen alındı, NO2 əmsallaşdırırıq. Bu da bizim ikinci prosesimizdir və Y qazımız da NO2'dir. Alınan Y qazı üçüncü proses üçün yazıram artıq. Y qazı su ilə reaksiyaya daxil olur və nitrat turşusu. Bir saniyə. Y qazı su ilə reaksiyaya daxil yalnız bir turşu və X qazı alınır. Bir turşu və X qazı bu nitrat turşusu, bir də NO-nun alındığı reaksiyadır. Çünki bildik ki, iki cürə reaksiya gedir. Nitrat və nitrit alına bilər. Nitrat və NO alına bilər. Burada bir cür turşu və X qazı deyirsə, bu X qazımızdır, bu da turşumuzdur. Deməli ki, reaksiya olaraq bu reaksiyanı götürəcək. İndi reaksiyanı əmsallaşdırsaq, 3 mol NO2, 2 mol turşu, 1 mol da NO əmələ gəlmiş olur. Yəni elə birbaşa olaraq hidrogenə əsasən tez əmsallaşdırmaq olur. 6, 7 oksigenimiz düzəl. Bu da üçüncü proses və deyir ki, birinci, ikinci, üçüncü proseslər üzrə praktiki çıxımlar 60, 50, 100'dür. İndi buradan yazıram 60, bura 50, burada praktiki çıxımı 100%. Görə bizdə nəyə soruşur? 20-cini yazdıq, deyir 28'də. Birinci proses zamanı baş verən reaksiya tənliyini yazın, əmsallaşdırın. Bu 28'in cavabı idi. İkinci, üçüncü proseslər zamanı baş verən reaksiya tənliklərini yazın. Bu da olsun bizim 29-cumuzun cavabı. Və gəldik əsas məsələ, 30-cu sual. Üçüncü prosesin sonunda, bu prosesdən söhbət gedir. Alınan turşunun mol miqdarını və proses zamanı reaksiya daxil olan Y qazının neçə molun oksidləşdiyini tapaq. Və bizim 10 mol amonyakımız var idi. 10 moldan 60% çıxım o deməkdir ki, 6 molu reaksiya daxil olur. Bu zamanda onda 6 mol NO alınacaq. Bu birinci. 6 mol NO-dan 50% çıxımdan, yəni 3 mol reaksiya daxil olsa, 3 mol da NO2 alınacaq. 3 mol NO2-dən də 100% çıxımdan 2 mol turşu alınacaq. Deməli, 30-cu sualda. Birincinin cavabı oldu 2 mol nitrat turşusu. Və proses zamanı reaksiyaya daxil olan Y qazının, yəni 3 mol ki reaksiya daxil olur, neçə molu oksidləşib? 3 moldan biz görürük ki, 2 molu müsbət 5'ə gəlib, 1 mol isə müsbət 2 vəziyyətinə gəlib. Özü də müsbət 4'dür. 4'dən 5'ə gəlibsə, deməli elektron verib, reduksiya edicidir və oksidləşib. Burada oksidləşib. Burada isə NO şəklində reduksiya olunur. Bizə lazımdır oksidləşən, deməli 3'ündən 2'si azota baxırıq da. 3 mol azotdan 2 molu nitrat turşusu şəklində oksidləşib. Onda ikincinin də cavabı olacaq 2. Keçdik növbəti ikinci situasiyamıza. Deməli, XSO4 N qədər də su. Buradan biraz daha böyük şəkildə yazıram. Suda həll olmasının temperaturdan asıllıq qrafiki verilib. Aşağıdakı qrafikdən söhbət gedir. 80 dərəcədə, bu 80 dərəcəmizdir. 250 qram kristal hidrat məhlulu 20 dərəcəyə qədər soyudulur. Soyutma zamanı təbii ki, arada duzun çökməsi baş verəcək. Bu zaman çökən bərk maddə süzmə üsulu ilə məhluldan ayrılır və qurudularaq kütləsi təyin edilir. Sonra bu bərk maddənin tam közəldilməsi nəticəsində
alınan bərk maddənin kütləsinin 64 qram olduğu müəyyənləşdirilir. 64 qram bərk maddənin 650 dərəcədə tam termiki parçalanması nəticəsində XO və 32 qram da SO3 əmələ gəlir. Bu da üçüncü prosesdir. Hamısında da 100% praktika çıxır. Deməli 250 qram kristal hidrat məhlulumuz var. Biz baxırıq 80 dərəcəyə. KH 1500-dür. 1500 nə deməkdir? Yəni 1500 üstədə 1000 su gələndə 2500 məhlulda 1500 qram həll olan var. Yəni bizim 250 qram məhlulumuzda nə qədər həll olan olacaq? 150 qram. Və gəldik burada çökmə hissəsinə. Çökmə həmişə KH-lar arasındakı fərqə əsasən hesablanır. 1500-dən 500-ə düşəndə burada 1000 çökmə var. Deməli, indi onda yazıram ki, 1500 duzdan 1000 çökmə baş verirsə, bizim 150 duzumuzda nə qədər çökmə baş verər? 100 qramı çökər. Bu da oldu bizim çökən duzumuz. İndi həmin bu 100 qram XSO4 en qədər də su, kristal hidratı közərdilib. Közərdiləndə təbii ki, burada suyun ayrılması baş verəcək. 100 qramdan 64 qramı XSO4 olaraq, yəni bərk kütlə olaraq alınıb. Deməli, yerdə qalanı 36 qramı da sudan ibarətdir. Hazırda. O demək deyil, N'in qiyməti 2-dirsə. Sadəcə olaraq 100 qramın içərisində 64 qram XSO4 varsa, 36 qram da su var deməkdir. İndi 64 qram həmin XSO4-ü biz parçalayırıq. XO və SO3 əmələ gəlir. 64 qramdan nə deyir bizə? 32 qram SO3 əmələ gəlir. Normalda 80 qram alınmalıdır 1 molundan görə. Bunun emeri nə qədərdir? İndi buradan hesablayaq. 80-i vururam 64-ə, bölürəm 32-yə. 160. Deməli, emer bərabərdir 160-a. Onda görə kristal hidratımızın məsələn formulu neçə olacaq? Bir dənə bu hissəsini də hesablayaq. Əgər 160-da en qədər su varsa, 64-ün içərisində də 36 qram, yəni 2 mol su var və buradan indi hesablayaq. 162-yə vurub 64-ə böləndə N'in qiymətini tapırıq 5. Yəni XSO4 vurulsun 5 molekula su. Bu da belə. İndi gəldik növbəti hissəmizə. Deyir, X-in nisbi atom kütləsini və N-i müəyyənləşdirin. N'in qiymətini tapdıq 5 olaraq. X-in nisbi atom kütləsini necə tapırıq? X üstə gəl 96 bərabərdir 160. Buradan X bərabərdir 64. Bunu da təyin elədik. 29-da birinci proses zamanı çökən maddənin kütləsini zamandan asılılıq qrafikini quraq. Deməli, çökən maddəmiz nədir? Çökən maddəmiz kristal hidrat idi. Əvvəl kütləsi 150 qram idi, sonra düşdü 100 qramı çöktü. 150-dən 100 qramı çökəndə düşməlidir hardasa 50-yə. Təxmini olaraq çəkirəm. Belə bir şey. Yəni bu formada qrafiki azaldırıq 150-dən 50-yə düşmə şəklində və 80 dərəcədə doymuş məhlulda duzun kütlə payını hesablayın. KH 1500 isə Omeqanın KH ilə əlaqəli bir düsturu var. KH vurulsun 100% bölünsün KH üstə gəl 1000 şəklində. 1500-ü vururam 100-ə. Aşağıda da 1500-ün üzərinə 1000 gələndə 2500. Buradan sıfırları ixtisar edirik. 1500-ü bölürük 25-ə. Bu da eləyir 60%. Yəni ikincinin də cavabı oldu 60%. Gəldik 30-cu suala. 3-cü proses zamanı bərk maddənin kütləsinin neçə faiz azaldığını və XSO4-də X-in kütlə payını tapın. 3-cü proses nə idi bizdə? Bir saniyə 3-cü prosesə baxaq. 3-cü proses bu hissədir. SO3-ün parçalanması və SO3-ün əmələ gəlməsi. Deməli, bu 3-cü proses zamanı bərk maddənin kütləsinin neçə faiz azaldığını hesablayaq. Bərk maddə 64 qram idi, düşüb XO-ya. XO nə qədərdir bəs? Maddə kütləsinin saxlanması qanununa görə 64 bərabərdir. XO-nun kütləsi üstəgəl 32 olmalıdır.
və buradan da 64-dən də 32-sini çıxanda yerdə qalır XO 32 qram. Deməli ki, bizə buradan aydın olur ki, XO 32 qramdır bərk maddənin kütləsi və 50% azalıb. 64-dən 32-yə düşüb, deməli 50% azalıb. Bu belə. Daha sonra XSO4-də X-in kütlə payını tapaq. XSO4 160 ilə də götürə bilərsən, necə ürəyin istəyir. Omega bərabərdir X üçün. X biz tapdıq ki 64-dür. Ümumi də 160 idi. Bölürəm 160-a, vururam 100-ə. Buradan ixtisar edirik 4. Onu da bu sıfırla birləşdirəndə elədir 40%. Cavab oldu 40%. Keçdik növbəti 3-cü situasiyamıza. Şəkilə əsasən hər iki qabda ümumilikdə reaksiya daxil olan oksidləşdirici maddənin 35% reduksiya olunur. Deməli, kuprumun qatı sülfatla reaksiyasını verib. Biz də yazaq. Kuprum üstə gəl H2SO4. Buradan alınır kuprum SO4, SO2 və su. Və digərində isə kalsiumun qatı sülfatla verib. Kalsium üzərin gəldim H2SO4. Buradan alınır kalsium SO4, H2S və su. İndi reaksiyanı əmsallaşdıraq. 0-dan gəldi müsbət 2-yə, 6-dan müsbət 4-ə, 2, 2, 1, 1. Onda SO4-ün də qarşısına 1 yazdıram, kupruma da 1 yazdıram. Burada 1 yazsam, bu da oldu 2, 4, bu da oldu 2. Reaksiyanı əmsallaşdırdıq. İndi burada müsbət 2-yə gəlib, 6-dan mənfi 2-yə gedib, 8, 2, 1, 4, 4, 1. Onda bura kalsiyuma 4 yazsaq, H2 isə 1 yazsaq, sülfat olur 5, suya da düşdü 4. Əmsallaşdı 4, 16, bu da 20, 20. Aha. Bu da əmsallaşdı. İndi deyir ki, ümumilikdə reaksiya daxil olan oksidləşdiricinin 35% reduksiya olunub. Oksidləşdirici hər ikisində sülfat turşusudur. Məlum məsələdir ki, metallar sərbəst formada həmişə reduksiya edicidirlər. Turşu həmişə oksidləşdiricidir. Qatı sülfat turşusu və ya qatı nitrat turşusu həmişə oksidləşdiricidirlər. Çünki maksimum oksidləşmə dərəcəsindədirlər. İndi bax, buradan nəyə biz fikir veririk? Oksidləşdiricinin neçə faizi reduksiya olunub? Bax, 2 dənə oksidləşdiricidən biri SO2 şəklində reduksiya olunub. Yəni 50%. 5 dənə sülfatdan, yəni kükürddən bir dənəsi H2S şəklində reduksiya olunub. 5-dən biri, yəni 20%. Və ortaq olaraq bunlar ikisi 35%-dir. Buradan biz nəyi tapırıq? H üsulu ilə 50 ilə 20-dən ortaq olaraq 35-dirsə, görək turşular nə qədərdir? 20-dən 35-dən 20 çıxıram, 15. 50-dən 35-in çıxıram, bu da 15. Yəni 1-in 1-ə nisbətində, 1x-in 1x-ə olan nisbətindədirlər. Yəni eyni mol miqdardadırlar. Belə deyək. Məsəl üçün bu 5 moldursa, onda bu da 5 moldur. Reaksiyada götürülən ki, bunlardan ikisindən ortaq olaraq 35% dəyişmə qarşımıza çıxır. İndi bizə deyir ki, bu zaman birinci qabda misin kütləsinin dəyişməsindən zamandan asılılıq qrafiki verilib. X-dən X-16-ya düşüb. Yəni 16 qram mis sərf olunub. İndi baxaq, bax. 5 mol 5 moldursa, onda 5 molundan da 2,5 mol mis olmalıdır da burada. 5 mol turşu olsa 2,5 mol da mis olmalıdır. 5x-ə də 2,5x şəklində baxıram. Burada 5x-ə 4x əmsallarına uyğun olaraq. Deməli 2,5x-i vururam 64-ə, bərabər edirəm 16-ya. Buradan ixtisar gedir 1, 4. 2,5-i 4-ə vuranda 10x bərabərdir 1-dirsə, x bərabər olacaq 0,1-ə. Aha. X yəni bizim qoyduğumuz məhsuldan söhbət gedir. 0,1 və 0,1 belə deyək də bunun başlanğıcda götürüləndi. 2,5-i 0,1-ə vuranda bu elədi 0,25. Onda bu da oldu 0,5. Onda bu da oldu 0,5. Və bu da oldu 0,4.
İndi hər birini ən azından dəqiqləşdirdik ki, miqdar olaraq nələrdən ibarətdir. Bu hissə ilə qurtardıq. İndi cavab vərəqində birinci və ikinci qablarda baş verən reaksiya zamanı alınan A və B maddələrin kütləsinin zamandan asılılıq qrafikini qurun. A maddəsi kuprumdan ayrılandır, yəni SO2-dir. B maddəsi də H2S-dir. Zamandan asılılıq qrafiklərini quraq. Bu A-nın kütləsinin zamandan asılılıq qrafiki, bu da olsun B-nin kütləsinin zamandan asılılıq qrafiki. Deməli, A əvvəl yox idi, təbii ki. A qazı əvvəl yox idi, sonra əmələ gəldi. Nə qədər əmələ gəldi? 2-dən 1 alınırsa, 0.5-dən də 0.25 alınacaq. 0.25 mol SO2-də 0.25 vurulsun 64, edir 16 qram. Yəni, bu əmələ gəldi 16 qram. B qazına baxırıq, H2S-dir. 5 molundan 1 mol H2S alınırsa, 0.5-dən də 0.1 mol H2S alınacaq. 0.1-i də 34-ə vuranda bu da eləyir 3,4 qram. Belə bir şey çəkək. Burada yazaq 3,4 qram. Bu da belə. Sonra nəyi soruşur bizdən? 29-da deyir, qrafika əsasən T anında birinci qabda sərf olunan oksidləşdiricinin kütləsini qramla və birinci qabda alınan duzun mol miqdarını tapın. Birinci qabdan 1-dirsə, bu da eləyir 0,25. 0,25 mol duz alınıb. Deməli, ikincinin cavabı oldu 0,25 mol kuprum SO4. Və Tau1 anında birinci qabda sərf olunan oksidləşdirici. Tau1 anında Tau1, yəqin ki, bunu nəzərdə tutur, Tau1 anı deyəndə. Tau1 anında, yəni 16 qram mis sərf olunanda birinci qabdakı oksidləşdirici nə qədər sərf olunur? Bu da 0,5 mol sərf olunur 16 qrama əsasən və 0,5 molda eləyəcək 49 qram. 49 qramda H2SO4 deməli sərf olunur. Bu da belə. Sonra üçüncüyə gəldik, 30-cuya daha doğrusu. İkinci qabda sərf olunan metalın kütləsini, ikinci qabda metal kalsiumdur, 0,4 moldur. Kütləni hesablamaq üçün 0,4-ü vuracaq. Deməli 40-a, bu da eləyər 16, 0,4 vur 40, 16 qram kalsium olaraq. İkincidə isə deyək ki, B qazının normal şəraitdə həcmini, B qazı 0,1 moldur. 0,1 mol H2-si də 22,4-ə vursaq, bu da 2,24 litr normal şəraitdir.